أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي الصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا حبيب إله العالمين أبي القاسم ثم الصلاة والسلام على أهل بيته الطيبين الطاهرين معصومين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. السلام عليكم ورحمة الله. Allah bu gecede bizleri bağışlanmış kullarından karar versin inşallah. Çok əzəmətli bir gecədir bu gecə. Hazreti İmam Sadiq aleyhisselamın diliyle bu gecenin tərifini desək, İmam Sadiq aleyhisselam buyurur ki, "Ət-təqdiru fi leyləti tis'a aşrə." Buyurur ki, 19-cu gecədə, Ramazan ayının 19-cu gecəsi ki, Qədir gecəsidir, buyurur ki, o gecədə təqdir olur. Yəni, insanların əməlləri qeyd olunur. Vəl-ibramu fi leyləti 21. Buyurur ki, amma 21-ci gecədə insanların əməlləri təsdiq olunur. Yəni, bu gecələr boş deyil. Birinci gecədə əməllər qeyd olunur, ikinci gecədə təsdiq olunur Allah xatında. Vəl-imda'u fi leyləti 23. Amma Allah Müteal məhz bu gecədə, Ramazan ayının 23-cü gecəsində əməllərimizi imzalayır. Yəni, son dönəm, son məqsəd bu gecədə insan öz məqsədinə yetə bilir. Bu gecə çox gözəl, əzəmətli və əziz gecədir. Sanki Allah-u Teala bu gecələrdə bizim əlimizə bir qələm verir ki, istəyirsiniz nicat tapasınız, istəyirsiniz həqiqi bəndələrdən olasınız, öz əməllərinizi yazın. Xoş o insanın halına ki, öz həyat sayfaların Allah istəyən dəyərlərlə doldurar. Çünki dünyada bizim fərqli dəyərlər bugün göstərilir. Hər kəs öz sevdiyi işi topluma, dünyaya bugün həqiqi dəyər kimi çatdırır. Amma həqiqi dəyər nədir? Allahın bizə verdiyi proqramdır ki, xoş o insanın halına o proqramla bu gecə öz əməllərin Allahın həqiqi dəftərinə yazdırar. Bu gecəyə, məxsusən 3-cü gecəyə Leylətul Cuhni də deyərlər. Bu gecə bilirsiniz, digər gecələrdən daha önəmlidir. Ən çox Əhl-i Beytdən və Peyğəmbərdən gələn rivayətlərə əsasən Qədr gecəsi ən böyük ehtimal bu gecədir, 23-cü gecədir. Niyə deyirlər Leylətul Cuhni? Cuhni adlı bir şəxs var idi. Deyirlər, gəldi Peyğəmbər Əkrəmin yanına. Dedi, ya Resulallah, mən bu 3 gecənin üçündə gələ bilmirəm camiyə, məscidə. Bir gecə yalnız gələ bilərəm. Mənə deginən ki, hansı gecəni gəlim bu 3 gecədən? Deyirlər, Peyğəmbər Əkrəm bunun qulağında bir söz dedi. Kimsə duymadı bu nə dedi, kimsə eşitmədi. Amma o gündən sonra deyirlər, bu şəxs yalnız Qədr gecələrinin Ramazanın 23-cü gecəsi gələrdi, yəni bu gecədə. Buradan belə başa düşülür və digər rivayətlərdən də əldə olunan budur ki, bu gecə çox önəmli gecədir. Bu gecə insanın düşüncə və həyatının dirildiyi gecədir.
Bu gecə biz çox çalışmalıyıq üzərimizdəki Allahın verdiyi bu gecədə məxsus rəhmətinə yetişə bilək. Onun üçün deyirlər bir şəxsi ki, bu gecələrdə bağışlanmadı, nə zaman bağışlanacaq? Həzrəti Musa aleyhissalatu vesselam deyir ki, İlahi, uridun nicatə, İlahi, mən səndən nicat istəyirəm, məni xilas elə, səndən xilas istəyirəm. Minən nar, cəhənnəm odundan, çünki qorxuram cəhənnəm odundan, məni xilas elə ginən. Qalə zəlikə limən istəğfərə fi leylətil qadir. Əgər istəyirsən cəhənnəm ateşindən xilas olasan, Allah Müteala buyurdu ki, bu yalnız gecədə, yəni bu gecədə, Qədr gecəsində istiğfar eləməklə əldə olunar. Məxsus olaraq, əlbəttə bütün gecələrdə istiğfar qəbuldur. Amma bu gecə, onun üçün ki, Quran buyurur, 1000 aydan daha xeyirlidir. Bu gecənin bağışlanmaq ehtimalı da daha çoxdur. Allah bizdən hansı istiğfarı istəyir bu gecə? Bu gecə hər insan istiğfar eləyir. Əstəğfirukə ya Rəbb, İlahi məni bağışla, tövbə eləyirəm. Hərə bir ləfslə, hərə bir cümlə ilə bu gecə gəlib Allahın qapısına. Amma hamının hədəfi budur ki, İlahi məni bağışla ginən. Gərək biz Allahın istədiyi kimi gələk onun qapısına. Allahın istədiyi kimi gəlmək, Allahın istədiyi kimi istiğfar eləmək nədir? Ümumiyyətlə bir qanun deyim, İslamın qanunu budur ki, nəyisə etmək şərt deyil ki, mən ibadət eləyim, mən itaət eləyim, mən namaz qılım, oruç tutum, düzdür bunlar şərtdir. Amma bunun içində bir dənə də şərt var. Nədir o? Allah istəyən kimi ibadət, Allah istəyən kimi itaət. Yəni, mənim ibadətim əgər nəfsimin sevdiyi ilə olsa, o ibadət məni o məqam ki, güdürəm, o məqama yetişdirməz. Bir nəfər gəldi Əmir əl-Müminin əleyhissalatu vesselamın yanında zikr edirdi, əstəğfirullah, əstəğfirullah. Əmir əl-Müminin buna bir cavab verdi, dedi, anın matəmində otursun. Belə istiğfar olmur ki, istiğfarın həqiqəti bu deyil ki, əl-istiğfaru dərəcətul illiyyin, tövbə eləmək, istiğfar, alim məqamda olanların işidir. Yəni, bu kiçik bir iş deyil. Düşün ki, bir ömür günah eləmişsən, gəlmişsən həqiqi istiğfara ki, oturdun, Allah deyir, bu məqam ən uca məqamdır, uca şəxsiyyətlərin məqamıdır. Xoş o insanın halına ki, o istiğfar məqamına yetişə bilər. Əmir əl-Müminin deyir ki, bu ali dərəcəli insanların əməlidir. Buyurur ki, ardınca və huvə ismun vaqi'un alə sittəti mə'anin. İstiğfar bir dənə isimdir ki, onun üçün 6 dənə məna əhatə olunmalıdır. Yəni, boş dildə istiğfar deməklə iş bitmir. Çünki hər birimiz gəlmişik bu gecə özümüzü bağışlatdıraq, o bütün qanunların çərçivəsində özümüzü bağışlatdıraq. Yəni, sürücünün işi yalnız qırmızıda durub yeşildə sürməkdən ibarət deyil. Sürücünün qanunları budur ki, gərək həbsini əzbərləsin, sonra otursun arabanı kullanmağa, maşını sürməyə. Buyurur ki, əvvəluhən nədəmu ələ məva. İstiğfarın birinci şərti budur. Keçmiş günahların ki var, həbsinə artıq peşman olasan, artıq gözünü yumasan o tərəfdən ki, mən bir də bunu eləməyəcəm. Necə ki, əlin yanır bir dəmirdə, o dəmirdə ki, əlin atəşdir, yanır, bir dəfə zehnindən belə geçirməzsən ki, əlimi bir də ora vurun, istiğfarın birinci şərti budur ki, mən elədiyim günaha doğru bir də baxmayım. Bu
Bu gecə ki tövbə eləyirik, yəni ilahi artıq mən gözümü yumdum. Mənim gözüm bu gündən sonra səndən başqa bir şey görmür. Səndən başqa bir şey görmür, bu mühüm sözdür ya. Yəni ilahi, bu mənada deyil ha. Səndən başqa bir şey görmür. Öz istədiklərimi və sənin dediyi eləyərəm, kimsəni dinləmərəm. Bu mənadadır ki, ilahi, bundan sonra gözüm heç məni də görmür. Yalnız sən varsan mənim üçün bundan sonra. Onları ki, mən sevirdim, kimsəyə zararı da yox idi, amma çünki sən sevmirdin ilahi, bundan sonra onları etməyəcəm, bitdi işim. İstiğfarın birinci pilləsi budur. Buyurur və thani əl-əzmu alə tərkil-avdi iləyhi əbədən. İkinci hissə budur ki, həqiqətən ki, birinci hissədə peşman oldum, ilahi bir də dönməyəcəm. Bir də dönməyəcəm. İnsan ən böyük faydanı o zaman bulur ki, geri baxmaya yanlışlarına doğru, getməyə bir daha. Bir, peşman olasan. İki, o yolu bir daha nəzərindən keçirməyəsən ki, Allah, bazən gedərəm, bir dəfə gedərəm. Bu düşüncəni qoy qırağa ki, istiğfarın həqiqi mənası budur, bir də dönməyəsən. Və thalisu ən tuəddiyə iləl-məxluqinə hüquqəhum. Üçüncü şərt budur. İlahi, səninlə olan işim bildim, peşman oldum və dönməyəcəm günahlarıma. Üçüncü də hədəfim budur bundan sonra. Sənin bəndələrini ki incitmişəm, onların haqqını əda eləyəcəm, qaytaracam özlərinə. Yəni istiğfar yalnız dildə peşmançılıqdan bitmir. İnsan haqqı həyatda ən böyük maniyələrdir insanın Allaha doğru gedən yolunda. Ki, əgər bir nəfər bir eurosun sənə, bir manatın sənə halal eləməsə, o qiyamətin günündə yapışacaq sənin ayağından. Gecələrin, gündüzlərin səcdədə belə keçsə, o sənin qiyamətdə ayağından yapışacaq. Allah Müteal insan haqqına çox önəm verir. Onun üçün insan haqqını həll eləyin. İnsan haqqını həll eləyək. Ki bir insanın qəlbi qırıldısa və ya qeybəti olundusa və ya haqqına hər hansı bir yolla girildisə, bu insanın Allaha gedən yolunda ən böyük əngəllərdən biridir. Ki, biz bu gecə bunları həll eləməliyik. Birinin haqqına girmişsən, görməyib, zəng elə, gecikdirmə, dərhal zəng elə. Denən ki, mən sənin haqqıva girmişdim. Bilirsiniz niyə? Bir var bu dünyada onun yanında abrım geçsin. Bir də var qiyamətin günündə hər kəs ki məni ixlaslı mömin kimi tanıyırdı, məhşərin günündə məndən gözləntiləri başqaydı, o gün xəcalətli olmaq bu günün xəcalətindən daha ağırdır. Allah kimsəni orada xəcalətli eləməsin. Buradakı yanlışlar tez unudulur. O qədər yanlışlarımız var ki, vaxtı ikən istəmirdik kiminsə qarşısına çıxaq. Amma unuduldu, hər birimiz rahat danışırıq. Hər birimiz rahat, haqqı, nahaqqı deyirik bugün. Amma qiyamətdə belə deyil. Qiyamətdəki rüsvayçılıq ən pis rüsvayçılıqdır. Onun üçün bu dünyada bunu həll eləməliyik. İnsanların haqqın özünə qaytarmaq lazımdır. Və rabi'u ən tə'midə ilə kulli faridatin aleyk və ya'taha fətuəddi haqqaha. Buyurur ki, yerinə yetirmədiyin hər bir vacib ibadətin haqqını ödə. İstiğfarın yolu bundan keçir. Mən 30 yaşım var, indi tövbə elədim, başladım namaza. Bundan qabaqçı orucların da yerindədir, qəzası var. Namazının qəzası var. Allah haqqın bundan sonra ki, əda eləyirsən, öncəkilərin də haqqın əda eləməlisən. Bu çox mühümdür. Eləyə bilməsin, hesab kitab var bunun üçün. Beşinci nədir istiğfarın
kamillərindən, istiğfarın şərtlərindən vəl-xamisu ən tə'midə iləl-ləhmi əlləzi nəbətə aləs-suhti fətuzibəhu bil-əhzan. Çox qəribədir ha. Allah elə belə qəbul eləmir. Bir uşağın, çocuğun qəlbinə dəyirsən, gərək bir saat oturarsan qapısında, yalvarasan, ondan ötəsini də, istədiyindən ötəsini də verəsən, səni hələ-mələ bağışlamır. İndi gör, əziz Allahımız ki, biz ki, gəlmişik, deyir ilahi, daha peşman oldum, gəldim qapıva, bu qapının şərtləri var. Biri də budur. Deyir, o bədəni ki, haramdan doldurmuşsan, vücudun haramdan vücuda gəlib bədənin, peşmanlıq və kədərlə əridib təmizləməlisən. İstiğfara deyil, əstəğfirullah, ilahi işim bitdi mənim daha, yarın da gəlirəm, cəmaatın gözünə bir oyun da çıxardıram ki, mən daha istiğfar elədim. Allah məni əfv elədi. Bəli, Allah bağışlayandır, amma şərtləri ilə deyirsən ki, o haramla vücuduvu yetişdirmirsən, indi o qəmlə, o qüssə ilə ərit. O haramdan yetişdirdikləri. Altıncı nədir? Və sadisu ən tudiqəl cismə ələmit taati kəmə əzəqtəhu həlavətəl məsiyyəti. Deyir, o bədənə ki, sən günahın ləzzətini daddırmısan, indi Allaha itaətin ləzzətini ona daddır gələn. Yəni, Allah istədiyi kimi bədənivi yetişdir gələn. Baxın, İmam Baqir əleyhissalam buyurur ki, bu 6 şərtin 6'sında elə istiğfarın yanında. İmam Baqir əleyhissalam bu gecənin haqqında deyir ki, mən əhya leylətəl qədriğufirət ləhu zunubəhu. Hər kim bu gecəni ehya saxlasa, yəni sabaha qədər durmaq, indi öz dilimizdə desək, dursa əgər, Allah günahların bağışlayar. Ehya nə deməkdir? Biz bunun haqqında düşünək. Ehya həyy sözündəndir. Yəni dirilmək. Dirilmək sözündəndir. Bu gecə Allah bizdən bir dirilmək istəyir, canlanma istəyir, bir yenilənmə istəyir Allah bizdən ki, bu vücuduvu ki istiğfar elədin, pakladın, artıq yeni bir dönəmə, həyata qədəm qoyunan. Necə qədəm qoyum ilahi? Axı bundan qabaq da bilirsiniz də, İslamdan öncə də ibadətlər çox idi. Gəlirdilər, Kəbə evin təvaf edirdilər. Quranda Allah deyir ki, oruç sizə vacib oldu. Necə ki, sizdən öncəkilərə də vacib idi. Axı, oruç indi biz tuturuq, onda da vacib olub. Müxtəlif növ qurbanlar indi də var, o zamanda da olub. İlahi, ehya nədir? İbadətdirsə, mən ibadət edirəm, bitirmi? Ehya budur ki, Allah Quranda buyurur ki, ya eyyuhəl-ləzīnə āmenū, ey müminlər, əstəcibu lillahi və lirrasuli izə dəəkum limə yuhyikum. Allah və onun peyğəmbərinə cavab verin. Necə? O şeylə ki, sizə həyat vermək istəyir. Yəni, İslamdan öncə də ibadət var idi. Amma həqiqi həyat olaraq o həyatın kamilliyi Quranla gəldi. Quran deyir ki, həyat istəyirsiniz, Allah və Peyğəmbərin istəklərinə cavab verin. Həyat budur. Yəni, bundan sonraki proqramınızda bütün istəklərinizi qoyun qurağa, Allah və Peyğəmbərin istədiyinə cavab verin. Allah bizdən bunu istəyir. Ehya yəni bu. Dirilik yəni bu. Mən ibadət eləyirdim, amma ibadətimin içində bəzi öz nəfsimin də istəkləri var idi. Qatmışdım bir-birinə.
Bəzən başqa ləzzətlər də qarışmışdı, onunla ləzzət alırdım. Deyir, yox, ehya odur ki, sənin həyatında Allahdan başqa bəndəlik məqamında bir şey olmasın. Ehya budur. Ki sən bununla dirilə bilərsən, bununla həqiqi həyata yetişə bilərsən. Yəni deyək bu gecə ilahi, bu gecə ki qədr gecəsidir, bu gecə ki həqiqətən sən bizə mərhəmət eləmisən, bizə rəhm eləmisən. Əgər mənim bir gün bundan öncə, bir saat bundan öncə canımı alsaydın, mənim ehyaya artıq fürsətim qalmazdı. Sən mənə fürsət verdin ki, düşüncələrimi dəyişim, həyatımı dəyişim və onunla yalnız sən olasan mənim üçün meyar. Həyat, Qur'an ona deyir ki, həyat odur ki, orada yalnız və yalnız ilahi istəklər hakim olsun. Nəfs, insanın vücudu, ağıl, şəhvət, nəfs və şeytanın mübarizə meydanıdır. İnsan çox zamanlarda bunu gizlədir, rahatca. Çünki bəzən şeytan da insana başqa ibadətlərdə göz yumur, deyir, eybi yox, mən də razıyamsa səndən qıl namazı, mən də razıyam, ibadətini elə ginən. Amma həy olan insanı şeytan sevmir. Həy olan insan budur ki, ilahi mənim həyatımın bütün aspektlərində, bütün sahələrində bir dənə meyar sənsən. İmama itaət bundan keçir. Onlar ki, gəldilər imamə itaətdə, kəsildilər sınavdan keçə bilmədilər, ibadət eləmişdilər, amma Allah deyən həy məqamına yetişə bilməmişdilər. İblis 6000 il ibadət eləmişdi. Amma o ki, Allah deyən olmalıdır, o onda həll olmamışdı. O onda həll olmamışdır. İbadət istəyirsən, eləyirəm ilahi. Amma bunu istəmirəm. Həy odur ki, bunda mən bunu istəyirəm sözü qalmasın, bitsin. Yəni nə? Artıq mən yoxam. Yalnız Allah var. Yalnız Allah var. O yerdə ki, mənim nəfsim getdi, artıq orada şeytanın işi yoxdur. Şeytan orada yuva qura bilmir. Şeytan yalnız mənlik olan yerdə yuva qurur, nəfs olan yerdə yuva qurur və onu böyüdür, gətirir, eləyir Şimr, gətirir, eləyir Yezid. Yezid və Şimr və tarixin Yezidləri və günümüzün Yezidləri görürsünüz. Biz eşidirdik Yezid, elə bilirdik ki, Allah bu Yezid neyniyib ki belə? Biz uşaq olanda, körpə olanda, hamımızda elə bilirəm olur. Yezidin ismi gələndə bir qəribə bir düşüncə gəlirdi. Bədheybət bir siması gəlirdi zeynimizə ki, Yezid yəqin budur. Hamısı qorxurdu. Amma bugün tarix ispat elədi ki, Yezid zahirən siması bədheybət olan bir varlıq deyil. Yezid elə mənim kimi iki ayaqlı, iki əlli bir insandır. Amma nəfsi ki, ağlına qalib gəlir, o olur Yezid. Ona görə biz həyatımızda bunu tez-tez təkrar eləyək. Tez təzəkkür eləyək özümüzə ki, sən ki, burada qərar verirsən, bu qərarın kökündə nə durub sənin? Bizim qərarlarımızın kökü çox mühümdür. Ki, yalnız ola bilər yarın babam qarşımda dursun, ola bilər qardaşım dursun, ola bilər balam dursun, özür dilərim. Ki, bu çox mühümdür. Tarixi Zübeyrləri Zübeyr eləyən kimidir? Övladları idi. Həzrəti Əlini çox sevirdi. Amma övladı ilə Əlinin arasında qalanda o ki, həy deyildi. O ki, həqiqi Allah deyən məqama yetişməmişdi, övladından keçə bilmədi. Oldu mu? Bu hər insanın potansiyel olaraq içində var. Zübeyrli də var, Əlili də var. Bütün insanlarda potansiyel olaraq, yəni o güc olaraq
imkan olaraq, mümkünlük baxımından mümkündür. Amma harda bəlli olur? Orada bəlli olur ki, sınav çıxdı ortaya. Onun üçün o nə qədər ki sınav çıxmayıb, o sınav üçün dua eləyəndə ki, İlahi əccilli vəliyyikəl fərəc, imamın zamanın, zuhurun təcil elə, bunun həmişə önündə bir dənə də dua eləyək. İlahi, məni həy elə. Əhya onun üçündür. Məni dirilt. İslam həqiqi həyat ona deyir ki, sənin həyatında bir meyar olsun. O da Allah. Allah sənə deyirsə ateşə səcdə eləməlisən. Allah sənə deyirsə toprağa səcdə eləməlisən. Bilmirəm, bugün nə dərdəndirsə, iblisin də dərdi o torpaq idi. Bugünkülərin çoxlarının da dərdi elə bizim səcdə elədiyimiz torpaqdır. Mühümdür ya. Diqqət eləyək hər şeyə. Ki, Allah bizə əmr eləyəndə orada vergül nöqtə qoymayaq. Bazı əmrlərin qarşısında vergül bilirsiniz də nədir? O altdakı balaca bir işarə olur. Yəni biraz dayan. Yox, Allah əmrinin qarşısında bu olmamalıdır, ləbbeyk olmalıdır. Bu əhya odur. Qısa xülasə. Gecəni əhya saxlamaq, sabaha qədər qalmaq, yəni içimi təmizlədim, yəni paklaşdım. Yəni ilahi, mən bu gecə içimdə nə var idi, həbsi boşaltdım, yalnız sənə yer verdim. Bu deməkdir, ayılmaq. Düşüncələrimizi inkişaf elətdirək, təfəkkürlərimizi inkişaf elətdirək. Dinimizdə qəbul elədiyimiz hökmləri atamız, babamız dedi deyə qəbul eləməyək. Yalnız və yalnız Allah dedi deyə qəbul eləyək. Bu zaman insan yanlışa düşmür. Bu zaman insan xətaya düşmür. Çünki atam, babam dedi deyə qəbul eləsək, yarın bir yerdə müşkülə düşsək, babamızla dinimizin arasında qalsıq, seçimdə yanlış eləyərik. Çox mühümdür. Bu məsələyə diqqət eləməliyik. Bir alim var idi, deyir, keçirdi yolla, gördü ki, 3-5 dənə çocuq top oynayır, futbol oynayır. Gəldi, dedi, icazə verirsiniz, mən də oynayım. Dedilər, əlbəttə ki, sən də oynayın. Gəldi, oynadılar, götürdü topu əlinə, vurdu yerə, top qalxdı. İkinci səfər biraz bərk vurdu, bir də qalxdı, bərk, daha çox qalxdı. Üçüncü kərə bir də vurdu, daha çox qalxdı. Dedi, baxın, Allah qarşısında da belə olmaq lazımdır. Özümüzün nə qədər möhkəm mənəviyyatımızı yerə vursaq, nəfsimizi yerə vursaq, Allah qatında o qədər ucalarıq. Allah qatında ucalmağın yolu budur. Nəfsini nə qədər möhkəm yerə vursun, o qədər ucalarsan. Vura bilməsin. Bilirsiniz nəyə bənzəyir bu? Bir ağacın kökü möhkəm deyil, amma hey su verirsən dibinə, yüksəlir. Hey su verirsən, yüksəlir. Amma kökü ki möhkəm deyil, küçük bir qasırğada gəlir, vurur yerə. İnsan ömrü buna bənzəyir. O kökləri bərkitmək lazımdır ki, biz həyatımızı ilahi köklər üzərində qoyaq, ilahi qanunlar üzərində quraq. Onun üçün insan belə olduğu zaman özün umudur. Artıq sənin üçün bir dənə varlıq olur, o da Allahdır. Əmir-əl-Müminin nə deyir möminlərin haqqında? Buyurur ki, la yardunə min ə'malihimul gəlil. Heç bir zaman möminlər öz az əməllərindən razı olmazlar. Mömin belədir, həmişə özündən narazıdır. Ki, ilahi, mən bir məqama yetməmişəm. Kaş biraz da qalxa biləm, çox aşağı məqamdayam. Və lə yəstəqfirunəl kəsir. Öz çox etdikləri əməli belə çox saymırlar. Az sayırlar möminlər. Niyə? Çünki onlar bir dənə uca görürlər, o da Allahdır. Görürsən, biri sənə
güzel bir hədiyyə verir, özünü borclu bilirsən. Hər nə eləyirsən saymırsan, hər nə eləyirsən saya bilmirsən. Çünki sənə o gözəl bir yaxşılıq eləyirdi. Buyurur ki, fəhum li anfusihum muttahimun. Möminlər həmişə özlərini ittiham eləyərlər. Ki, ilahi, nə olub mənə? Niyə bu qədər sənin məqamından uzaq düşmüşəm? Niyə bu qədər imandan aşağı düşmüşəm? Həqiqi möminlərin Allaha baxışı belədir. Dua eləyir. Deyir ki, Allahümmə lə tuaxizni bima yəqulun. İlahi, nə olar? Mənim haqqında dedikləri ilə hesaba çəkmə. Onlar yanlış görürlər. Onlar məni mümin görürlər. Onlar məni əziz görürlər. Mənim əslində belə də məqamım yoxdur. Mən aşağıyam. Mən heç bir şeyəm. Dua eləyir və ardınca deyir ki, vəcəlni əfzələ mimma yəzunnun. İlahi, nə olar? Məni onların zənn elədiklərindən daha yüksəyə qaldır. O mənim üçün yetərli deyil. Vəğfir limə la ya'ləmun. İlahi, bağışla o günahımı ki, bunlar bilmirlər. Bunlar bilsəydilər, mənim üzümə baxmazdılar. İmam Səccad əleyhissalamın bir kiçik bir cümləsi var. Çox qəribə baxışı var aləmə. Deyir ki, ilahi, qorxuram ki, məni sənə görə sevələr, amma sən məni sevməyəsən. Bizi elə mömindir, gözəl insandır, Allaha bəndədir deyə hamısı sevir. Vay o gündən qiyamətin gününə bizi ki ona ibadət elədiyimizə görə sevirdilər, o sevməsin. Bizim dərdimiz bu olmalıdır. Bizim dərdimiz bu olmalıdır. Bir bizim İmam-ı Zamana eşqimiz var, bir də İmam-ı Zamanın bizə eşqi var. Biz adətən son hədəfimiz bu olur ki, mən İmam-ı Zamanı sevim. Yox, bu cılızdır, bu hədəf deyil, bunu qoyaq qırağa. Hədəf nə olmalıdır? Hədəf bu olmalıdır ki, İmam Zaman məni sevsin. Sevirmi? Bu ehya gecələri onun üçündür. İmam Zaman əleyhissalam o insanları sevir ki, onlar ehyada həy oldular, yəni dirildilər. Öz ölü olduqlarını anladılar. Gördülər ki, həqiqətən də dirilik yalnız Allah qapısında xadim olmaqdır. Onun üçün bu gecələrdə dirildilər və Allahın həqiqi sevdiyi məqamlara yetdilər. Allah bu gecələrdə bizə bunu nəsib eləsin. Allah bu gecələrdə bizə həqiqi iman əhli olmağı nəsib eləsin. Bu gecələr İmam Zaman gecələridir, bu gecələr vilayət gecələridir. Tənəzzəlül mələikətü və ruh. Bu gecələrdə Qədr surəsi deyir ki, mələklər və ruh nazil olarlar. Kimə nazil olurlar mələklər? Mənə nazil olurlar, xeyr, nə də sənə nazil olurlar. Bu gecədə mələklər İmam Zaman ağaya nazil olurlar. Çünki o müqəddəs ruh, yalnız pak ruh İmam Zamandadır. Biz də öz qəlbimizi elə paklayaq ki, o ilahi mənəvi bərəkətlər də bizim qəlbimizə nazil ola bilsin. İmam Həsən əleyhissalamdan olmalıdır, deyir, güzgüyə, aynaya baxanda hep belə dua edərdi. Allahümmə həssin xulqi, kəmə həssəntə xəlqi. İlahi, mənim necə ki simamı gözəl eləmsən, mənim xulqumu gözəl eləcənəm, batinimi gözəl eləcənəm. Ona görə deyirlər, xəlq xilqətə baxar, yəni zahirə baxar, xaliq isə xulqa baxar, Allah isə batinə baxar. Bu gecələr bizim batinimizi sağaldıb diriltməli olduğumuz gecələrdir. Ki Allah bizləri bu gecələrdə pak olanlardan qərar versin. İlahi, sənə and verirəm öz böyüklüyün xatirinə. Bu qədr gecəsinin ömrümüzün son qədr gecəsi qərar vermə. İlahi, onlar ki, keçən əhyalarda bizlə idilər, amma bu əhyalarda
ömür vəfa eləmədi. Bu əhyanın savabından onlara da hədiyyə elə. İlahi, ya Rəbbəl aləmin, gəlmişik, acizük. Sən şahidsən, ilahi. Mən acizliyimi etiraf edirəm. Mən acizəm, mən günahkaram. Heç bir verdiyin neymətə layiq deyiləm. Amma sən ki, etirafı sevirsən, ilahi. İblis etiraf eləmədi, biz etiraf edirik. Biz xətakarıq, biz günahkarıq. Ən böyük günahımız da budur, ilahi. Günahlarımızı görmədik, özümüzü pak gördük. Amma ilahi, bu gecə gəlmişik sənin qapıva. Deyək ki, ilahi, anladıq da, bağışla bizi. O qədər insanlar qəbrə qoyduq ki, bu dünya üçün çalışdılar. O qədər insanlar qəbrə qoyduq ki, dünyada hər şeyləri var idi, amma bu günləri əlləri üzülüb bu dünyada. İlahi, sənə pənah aparıram qəbr evindəki fəqirlikdən. İlahi, gəlmişəm bu gecə ki, mən ölü qəlbimlə gəlmişəm, istəyirəm diri qəlbimlə gedəm. Sən bizə kömək ol, ya Rəbb. İlahi, biz İmam Zamanın ismi ilə gəlmişik sənin qapıva. İlahi, İmam Zamansız bizim heç nəyimiz yoxdur, ya Rəbb. Baxma mənim təkəbbürlüyümə, baxma mənim danışmağıma, baxma mənim dilimdəki sözlərimə. Amma mən bilirəm, ilahi, insanların qarşısında etiraf edə bilmirəm mən heçəm. Sənin qarşında etiraf edirəm. Mən bir heçəm, mən bir zəlil qulunam. İlahi, zəlil qulun gəlib sənin əziz qapıva. Səni and verirəm bu gecənin ehtiramına. Bizi bu qapıdan əliboş geri qaytarma günə. İlahi, dünyadan köçənlərimizin ruhlarını şad elə günə. İlahi, ya Rəbbəl aləmin, dualarımıza əngəl olan günahlarımızı əff elə günə. İlahi, bu Ramazanı ömrümüzün son Ramazanı qərar vermə günə. İlahi, ya Rəbbəl aləmin, İslamı, həqiqi müminləri qalib qərar verəcəklər. İlahi, zalimları məhv nabud o zəlil o xar eləcəklər. İlahi, günahlarımızı əff elə. İlahi, günahlarımızı əff elə. İlahi, günahlarımızı əff elə. İlahi, İmam-ı zamanımızın zuhurun təcil qərar ver. Bihaqqi surətil mübarəkətil Fatihəti mə'əs-sələvat. Allahümme salli ala